Mən Həsən Elvin Rəsuloğlu. Mən gəlmişəm bura ki, bir ay öncə mən parkovkada işləyirəm. Məni Alhəmbətov Vahid Rəşidoğlu məndən gündəlik 70 manat pul tələb edirdi və o pulu ona verirdim. Və o pulu imtina etdiyim üçün, vermədiyim üçün bir neçə müddətdən sonra Qazim Alhəmbətov Vahid Rəşidoğlu məni Qazi Məmməd Orxanı göndərdi. Şirin dilə tutaraq maşınına qoydu, apardı 3-cü mikrorayon dairəsində restoranına. Restoranda mən kabinetə salaraq mənə bir şillə vurdu. Qolumu tutdular, saçımı qırtdılar. Və bir neçə gündən sonra məni Kazımlı Tural müstəntiq çağırdı və Alhəmbətov Vahid Rəşidoğlu'nu çağırdı ora. Və orada ifadələrimiz dinlənən zaman Alhəmbətov Vahid Rəşidoğlu müstəntiqin qarşısında məni şərəfsiz deyərək təhqir etdi. Sən onun haqqında video paylaşmışsan. Mən dedim ki, videonu mən ona böhtan atmamışam. Kimsə mən təsir altında paylaşmamışam. Mən zərər çəkmişəm, bunun haqqında paylaşmışam ki, bu qanunun yolundan buna dövlətimiz baxsın və cənab nazirimiz Vilayət Eyvazova da video çəkilişdə müraciət eləmişəm. Alhəmbətov Vahid Rəşidoğlu mənə neçə gündür zəhlər elətdirir ətrafı barəsində və dinlətdirir ki, məni görüşə çağırtdırmaq istəyir. Bu məsələ ilə bağlı siz polis dəvət edəcək inşallah. Köməklik göstərəcək. İnşallah. Siz qəbul şöbəsinə girmək istəyirsiniz? Xeyr. Səbəb? İstəyirəm ki, qərarım verilsin ondan sonra. Hə, qərarınız verilmədən qəbul şöbəsinə girmək istəyirəm. Bəli, qərarımla. Nə etmək? Mənim şikayətimə düzgün baxılsın. Kimə müraciət edirsiniz? Dövlətimizə, qanunumuza.